Invest Akademiyadan hər kəsə salam. Bugün maliyyə bazarlarının iki ən böyük canavarı və eyni zamanda savadlı, təmkinli investorların ən böyük fürsət mənbəyi olan iki kritik dövrdən danışacağıq. İnflyasiya və deflyasiya. Təsəvvür edin ki, illərlə dayanmadan işləyib, böyük əziyyətlərlə müəyyən bir kapital yığmısınız. Lakin bir səhər oyanırsınız və görürsünüz ki, bankdakı pulunuzla dükkandakılardan əvvəlkinin yarısını ala bilirsiniz. Rəqəmlər eynidir, amma pulun gücü buxarlanıb. Və ya tam əksinə bir ssenari. İqtisadiyyat elə bir donmuş vəziyyətə gəlib ki, kimsə cəsarət edib pul xərcləmir. Qiymətlər hər gün düşür, zavodlar qapılarına qıfıl vurur. Amma sizin cibinizdəki nəqd pul sanki qızıla, sehirli bir alətə çevrilir. İnvestisiya dünyası heç vaxt sakit, küləksiz bir göl deyil. O daima dalğalanan, bəzən isə amansız fırtınalar qoparan böyük bir okeandır. Bu okeanda gəminizi, yəni investisiya portfelinizi batırmamaq, hətta bu güclü fırtınanın enerjisindən istifadə edərək maliyyə azadlığına daha tez çatmaq üçün küləyin hansı tərəfdən əsdiyini əvvəlcədən bilməlisiniz. İqtisadiyyatda bu küləkləri yaradan əsas güclər inflyasiya və deflyasiya dövrləridir. Bəs tarix bizə nə öyrədir? İqtisadiyyat isindikdə və qiymətlər kəskin artanda hansı aktivlər insanlara milyonlar qazandırır? Bəs iqtisadiyyat dərin bir durğunluğa gedib, qiymətlər çökəndə hansı yatırımlar investorları tam iflasdan xilas edib? Qızıl, texnologiya səhmləri, daşınmaz əmlak, yoxsa adi dövlət istiqrazları? Bu videoda biz sadəcə quru nəzəriyyədən danışmayacağıq. Biz 1970-ci illərin böyük inflyasiyasından, 1930-cu illərin dağıdıcı böyük depressiyasından və Yaponiyanın itirilmiş 10 illiklərindən çıxarılan unikal tarixi dərsləri analiz edəcəyik. Əgər siz də zəhmətlə qazandığınız pulun alıcılıq qabiliyyətini qorumaq, böhranlardan qorxmamaq və iqtisadi dövrlərdə uyğun mükəmməl portfel qurmaq istəyirsinizsə, videoyu çox diqqətlə izləyin. İnflyasiya nədir və iqtisadiyyatı necə yeyir? Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Əvvəlcə gəlin oyunun qaydalarını çox yaxşı anlayaq. Bir investor olaraq atdığımız hər bir addım, aldığımız hər bir qərar bu iki makroiqtisadi vəziyyətə birbaşa bağlıdır. İnflyasiya ən sadə dillə desək, sizin cibinizdəki pulun gücünün, yəni alıcılıq qabiliyyətinin zamanla əriməsi və iqtisadiyyatdakı mal və xidmətlərin ümumi qiymət səviyyələrinin davamlı, sistemli şəkildə artmasıdır. Təsəvvür edin ki, inflyasiya gözə görünməz bir vergi kimidir. Hökumət sizə qanuni olaraq əlavə vergi tətbiq etmir, lakin pul çap edərək sizin cibinizdəki pulun dəyərini oğurlayır. İnflyasiya zamanı sizi bugün sahib olduğunuz 100 manat, gələn ilki 100 manatdan daha çox dəyərlidir. İnflyasiyanın yaranmasının arxasında əsasən iki böyük səbəb dayanır. Birincisi, mərkəzi bankların iqtisadiyyatı süni şəkildə canlandırmaq üçün bazara həddindən artıq çox nəqd pul buraxmasıdır. Çox pul eyni miqdarda məhsulu təqib edəndə qiymətlər məcburən qalxır. Bu tələb inflyasiyası adlanır. İkincisi isə hər hansı bir qlobal böhran, pandemiya və ya müharibə səbəbi ilə məhsulların istehsal xərclərinin qəfildən artmasıdır. Dünyada neftin, qazın və logistika xərclərinin qəfil qalxması nəticəsində zavodların xərcləri artır və bu xərc dərhal son istehlakçıya, yəni bizə ötürülür. Bu isə təklif inflyasiyasıdır. Deflyasiya nədir və niyə qorxulur? O inflyasiyanın tam əksidir. Məhsul və xidmətlərin qiymətlərinin davamlı və uzun müddətli olaraq ucuzlaşmasıdır. Normal bir vətəndaş kimi kənardan baxanda bu qulağa çox xoş gəlir. İnsanlar düşünür ki, hər şey ucuzlaşır, deməli maaşımla daha çox şey ala bilərəm. Lakin makroiqtisadi baxımdan deflyasiya hər bir dövlət və mərkəzi bank üçün inflyasiyadan daha qorxulu, daha dağıdıcı bir kabusdur. Bunun səbəbi insan psixologiyasıdır. İnsanlar və şirkətlər hər şeyin sabah və ya gələn ay daha ucuz olacağını anladıqda böyük xərcləmələrini daima təxirə salırlar. Bugün niyə avtomobil alım ki? Onsuz da gələn ay 10% ucuzlaşacaq deyə düşünürlər. Hər kəs xərcləməyi dayandırıb, pulunu yastıq altında saxlayanda
şirkətlər heç nə sata bilmir. Gəlir əldə etməyən şirkətlər kütləvi şəkildə işçiləri ixtisar etməyə, xərcləri qısmağa başlayır. İşsiz qalan insanların onsuz da xərcləməyə pulu olmur və tələb bir daha çökür. Bu dağıdıcı proses iqtisadiyyatda deflyasiya spiralı adlanır. Bir dəfə bu spirala düşən iqtisadiyyatı oradan çıxartmaq 10 illiklər tələb edə bilər. İndi isə keçək bizi ən çox maraqlandıran portfelimizi necə qoruyacağımızla bağlı həyati əhəmiyyətli hissəyə. Tarixə dərindən nəzər salsaq, 1970-ci illərdə ABŞ-da baş verən iki rəqəmli inflyasiya dövrü və 2021-2023-cü illərdəki postpandemiya dövrlərindəki qlobal inflyasiya şokları bizə çox aydın dərslər verir. İnflyasiya dövründə sizin bir nömrəli düşməniniz heç nə etmədən kənarda saxladığınız nəqd pul, bankdakı kiçik faizli depozitlərdir. Əgər ölkədə real inflyasiya 10%dirsə və sizin depozitiniz sizə yalnız 5% gəlir gətirirsə, rəqəmsal olaraq bu pulunuz artsa da, alıcılıq qabiliyyəti baxımından siz hər il kapitalınızın 5%-ni yandırmış olursunuz. Bəs inflyasiya fırtınasında hansı aktivlər deşilməz zirək geyinir və daha da dəyərlənir? Birinci yerdə xam mal və əmtəələr gəlir. İnflyasiyanın ən böyük mütləq qalibləri adətən fərqli xam mal növləridir. Bura neft, təbii qaz, mis, alüminium kimi sənaye metalları və buğda, qarğıdalı kimi kənd təsərrüfatı məhsulları aiddir. Məntiq çox sadədir. İnflyasiya ilə xam malların qiymətinin artması deməkdir. Əgər iqtisadiyyatda qiymətlər artırsa və siz həmin qiyməti artan məhsulu özünüzə, məsələn, xam mal ETF-lərinə sahibsinizsə, sizin portfeliniz inflyasiya ilə birgə böyümüş olur. 70-ci illərdə diversifikasiya olunmuş əmtəə portfeli inflyasiya ilə hər il orta hesabla 15-20% arası gəlir gətirirdi. İkinci böyük qalib daşınmaz əmlakdır. İnflyasiya dövründə daşınmaz əmlak sarsılmaz kral rolunu oynayır. Bunun arxasında güclü iqtisadi təməllər var. Əvvəla, evlərin və torpaqların qiyməti tikinti materiallarının bahalaşması səbəbilə inflyasiya ilə bərabər artır. Kirayə gəlirləri də inflyasiyaya uyğun olaraq qalxır. Lakin ən böyük sirr ipoteka, yəni borcla alınmış əmlaklardadır. Əgər siz sabit faizlə kredit götürmüsünüzsə, inflyasiya sizin borcunuzu real dəyərini yeyib bitirir. Maaşınız və evdən gələn kirayə gəliri hər il artır, amma banka ödədiyiniz aylıq kredit məbləği 10 il əvvəlki kimi eyni qalır. Siz inflyasiyadan istifadə edərək borcunuzu əridir və zənginləşirsiniz. Üçüncü qoruyucu qızıl və qiymətli metallardır. Qızıl insanlıq tarixi boyunca pulun dəyərdən düşməsinə qarşı ən klassik psixoloji sığorta aləti olmuşdur. Qızılı mərkəzi banklar istədikləri qədər çap edə bilməzlər. İnflyasiya kontroldan çıxdıqda və insanların kağız pullara olan inamı qarışdıqca, qızıla doğru nəhəng bir qaçış başlayıb. 70-ci illərdə qızılın unsiya qiyməti 35 dollardan 800 dollara qədər inanılmaz bir sıçrayış etmişdi. Lakin unutmaq olmaz ki, qızıl sadəcə qoruyucudur. Onun şirkətlər kimi daxili gəlir mənbəyi, yəni dividendi yoxdur. O sadəcə digər pulların dəyər itirməsi fonunda parıldayır. Dördüncü sırada dəyər səhmləri gəlir. İnsanlar çox vaxt düşünürlər ki, inflyasiya bütün səhmlər üçün pisdir. Xeyr, bu belə deyil. Gələcəkdə böyük qazanc vəd edən, lakin hazırda zərərlə işləyən yüksək texnologiya səhmləri inflyasiya və artan faiz dərəcələri şəraitində adətən çökür. Lakin köklü biznes modelinə malik dəyər səhmləri qazanır. Bunlar enerji, qida, səhiyyə və maliyyə sektoruna aid şirkətlərdir. Xüsusilə də məhsulunun qiymətini rahatlıqla müştəriyə ötürə bilən, güclü brend dəyəri olan şirkətlərdir. Çörəyin, benzinin və ya dərmanların qiyməti nə qədər qalxsa da, insanlar bunu almağa məcburdur. Buna görə də bu sektordakı şirkətlərin gəlirləri inflyasiya ilə ayaqlaşa bilir və öz səhmdarlarını qoruyur. Deflyasiya dövründə qazandıran aktivlər. Bəs iqtisadiyyat donduqda, hər şey buz bağlayanda nə baş verir? 1929-cu ilin böyük depressiyasını xatırlayaq. Depressiya dövrü investorlar üçün ən çətin psixoloji cəhətdən ən yıpradıcı dövrdür. Bu zaman inflyasiyanın ən böyük qalibləri olan əmlak, xammal və sənaye səhmləri birdən-birə ən böyük itirənlərə çevrilir. Hər şeyin dəyəri düşür, borcu olan isə birbaşa iflasla üz-üzə qalır. Çünki pullar dəyərlənir və köhnə borcları qaytarmaq fiziki olaraq mümkünsüz hala gəlir.
Bəs bu iqtisadi qışda hansı aktivlər bizi isidir? Birincisi və ən önəmlisi nəqd puldur. Bəli, inflyasiya zamanı cibimizdə yanaraq külə çevrilən nağd pul deflyasiya dövründə şəriksiz kraldır. Cash is king, yəni nəqd pul kraldır ifadəsi məhz deflyasiya krizislərində yaranmışdır. Əgər hər şeyin qiyməti hər ay 2% düşürsə, sizin seyfinizdəki nağd pulun alıcılıq qabiliyyəti avtomatik olaraq 2% artır. Əlinizdə nağd pul olanda hər kəsin panika ilə satdığı, likvidlik böhranı yaşadığı anlarda dəyərli aktivləri, evləri, torpaqları və biznesləri əsl dəyərindən qat-qat ucuz su qiymətinə ala bilərsiniz. Deflyasiyada fürsətləri yalnız nəqd pulu olanlar dəyərləndirir. İkincisi, uzunmüddətli dövlət istiqrazlarıdır. Deflyasiyanın digər mütləq kralı ABŞ xəzinədarlıq istiqrazları kimi yüksək reytinqli, etibarlı dövlət istiqrazlarıdır. Bəs mexanizm necə işləyir? İzah edim. Deflyasiya zamanı iqtisadiyyatı ölümdən xilas etmək, insanları pul xərcləməyə təşviq etmək üçün mərkəzi banklar faiz dərəcələrini kəskin şəkildə endirirlər. Bəzən sıfıra, bəzən isə mənfiyə qədər. Maliyyə qaydalarına görə faiz dərəcələri düşəndə əvvəlcədən buraxılmış yüksək faizli istiqrazların qiyməti bazarda raket kimi yuxarı uçur. Çünki hər kəs o köhnə, yüksək gəlirli istiqrazları almaq istəyir. Məsələn, 2008-ci il qlobal maliyyə böhranı zamanı birralar 50% çökərkən, uzunmüddətli ABŞ istiqrazları 20%-dən çox dəyər qazanmışdı. Bu portfeli balanslaşdırmaq üçün ən mükəmməl vasitədir. Üçüncüsü isə müdafiə səhmləridir. Deflyasiyada ümumi birra çox güclü zərbə alır. Bankrotlar ard-arda gəlir. Lakin bəzi həyati əhəmiyyətli sektorlar var ki, iqtisadiyyat nə qədər pis olsa da insanlar onlardan imtina edə bilməz. Bunlara əsas istehlak malları, səhiyyə şirkətləri və kommunal xidmətlər, yəni su, işıq, qaz təminatı aiddir. İnsanlar dərin bir böhranda yeni çıxan ən son model telefonu və ya bahalı avtomobili almayacaq. Lakin dişini fırçalamağa, ağrı kəsici içməyə və ya evinin işığını yandırmağa məcburdur və buna davam edəcəklər. Bu şirkətlərin gəlirləri stabildir və səhmləri böhranda ən az düşən, üstəlik investorlara mütəmadi dividend ödəyən səhmlər olur. Ən qorxulu ssenari, stagflyasiya. Bir məqama da mütləq toxunmalıyıq. Bəzən iqtisadiyyatda elə bir nadir hal gəlir ki, həm inflyasiyanın, həm də deflyasiyanın ən pis xüsusiyyətləri birləşərək bir mutant yaradır. Bu iqtisadiyyatçıların ən çox qorxduğu vəziyyəti olan stagflyasiyadır. İqtisadiyyat durğunluğa girir, işsizlik artır, ixtisarlar baş verir, amma eyni zamanda qiymətlər də sürətlə bahalaşır. Gəliriniz artmır, işinizi itirmək qorxusu var. Amma dükanda hər şeyin qiyməti od tutub yanır. Bu dövrlərdə ənənəvi portfellər məhv olur. Səhmlər də, istiqrazlar da dəyər itirir. Belə qaranlıq dövrlərin yeganə xilaskarı qızıl və inflyasiyaya indekslənmiş xüsusi dövlət istiqrazlarıdır. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Dəyərli Invest Akademiya izləyiciləri, gördüyünüz kimi maliyyə bazarlarında uzunmüddətli qazanmaq üçün sadəcə şanslı olmağa deyil, hazırlıqlı və savadlı olmağa ehtiyac var. İnflyasiya amansız bir düşmən ola bilər, amma səhmlər, əmlak və xam mal vasitəsilə onu öz xeyrinizə işlədə bilərsiniz. Deflyasiya hamını qorxudub iflasa sürükləyə bilər, amma uzun müddətli istiqrazlar və nəqd pul vasitəsilə bu iqtisadi qışdan ən çox qazanan məhz siz ola bilərsiniz. Ən əsası isə aktivlərinizi düzgün diversifikasiya edərək hər cür qaranlıq ssenariyə hazır olmaqdır. Sizcə hazırda yaşadığımız qlobal iqtisadiyyat hansı dövrü yaşayır? Biz hələ də inflyasiya ilə mübarizə aparırıq, yoxsa böyük bir tənəzzülə, deflyasiyaya doğru sürüklənirik? Bəs siz öz şəxsi portfelinizi bu şərtlərə görə necə qurmusunuz? Fikirlərinizi aşağıda şərtlər bölməsində mütləq bizimlə bölüşün. Hər birini oxuyub müzakirə edəcəyik. Bugünlük bu qədər. Əgər bu video sizin üçün faydalı oldusa, bəyənməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın.
Növbəti videolarda görüşənədək.